Salam değerli izleyiciler, 4 noyabr 2025-ci il ehtiyatda olan və hazırda işləyən hərbiçilərə bir şad xəbərimiz var. Milyonlarla manat ayrılıb və söhbətin nədən getdiyini diqqətinizə çatdıracağım. Burada üstəgəl işarəsinə vurun ki, digər vacib xəbərlərimizi də izləyə biləsiniz. Değerli izleyiciler, 2026-cı ilin dövlət büdcəsində 20 il və daha çox xidmət etmiş, işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və digər zəruri xərclərin maliyyə təminatı üçün 35 milyon manat vəsait nəzərdə tutulur. Trendin məlumatına görə bu məsələ Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən həmçinin kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara, ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla ödənilən pul kompensasiyası üçün 15 milyon 500 min manat məbləğində vəsait nəzərdə tutulub. Yəni 2026-cı ildə yerli xərclərin 15 milyon 500 min manatı və ya 2% kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara, yenə də ehtiyatda və istifada olan hərbi qulluqçular da nəzərə alınmaqla pul kompensasiyasının ödənilməsi xərclərinə yönəldiləcək.